Dostlar salam, hər vaxtınız xeyir. Necəsiz? Ümid edirəm işləriniz yaxşıdır. İlk öncə dünənki qələbəyə münasibətilə bir daha hər kəsi təbrik eləyirəm. Həqiqətən möhtəşəm qələbə idi, böyük qələbə idi. Bu gün isə əsasən biz daha çox danışacağıq. Qarabağın 24-lüyə şansları 20 play-offa gedirmi? Rəqiblərində vəziyyət necədir və s. bu haqqda danışacağıq. İlk öncə onu deyim ki, Qarabağın növbəti rəqib bildiyimiz kimi Liverpooldur. Liverpool səfərinə yollanırıq. Hal-hazırda gördüyünüz kimi Liverpool ilk dörtlükdə yerləşir və Liverpool Marseli səfərdə 3-0 hesabla məğlub elədi. Bu həqiqətən bizim üçün çox gözəl bir nəticə idi. Bizə ən lazımlı, ən vacib nəticələrdən biri məhz bu idi. Liverpoolun Marseli səfərdə məğlub etməsi və əsasən də böyük hesabla məğlub etməsi. Çünki həm Liverpoola qol lazım idi ki, qol hesabını yaxşılaşdırsın, həm də ilk 8-liyə özünü atsın. Hal-hazırda gördüyünüz kimi Liverpool 15 xalla 4-cü pillədədir. Demək olar ki, Liverpool 8-liyi təmin edib, amma ki, yenə də təbii ki, risk var, amma ki, bu o qədər də çox deyil. Ona görə düşünürəm ki, Liverpool Qarabağla oyuna çox da belə, necə deyim, var gücü ilə, var qüvvəsi ilə çıxmayacaq. Bu şəxsən mənim fikrimdir. Mənim fikrimcə Liverpool Qarabağla oyuna bəlkə də bəzi əsas heyət futbolçularını oyuna salmayacaq. Düzdür, qələbə üçün çıxacaqlar. Yenə də risk atmayacaqlar. Çünki gördüyünüz kimi ondan aşağıda olan komandaların 14-13 xalları var ki, Liverpoolu keçmə ehtimalları var. Ona görə də Liverpool riskə girməyərək çalışacaq ki, qələbə qazansın Qarabağ qarşısında. Amma ki, inanmıram ki, hesab böyük hesablara bu gətirib çıxarar. Məsəl üçün 4-0, 5-0 kimi hesablara gətirib çıxaracağına şəxsən mən inanmıram. Mənim düşüncəm 1-0, 2-0 Liverpool oyunu apara bilər. Belə olacağı təqdirdə həm Qarabağ üçün, həm də çox da bu qorxulu bir nəticə deyil. Liverpool üçün də tam istədiyi bir nəticədir. İndi isə keçək Qarabağa. Qarabağ bildiyiniz kimi hal-hazırda 18-ci pillədə yerləşir və 10 xalı var Qarabağın. Qarabağdan aşağıda, yəni növbəti mərhələ 24-lüyə üçün oynayan gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, hətta Napoli 7, Kopenhagen 8, Klub Brugge'ni də əlavə eləsək 9 komanda var. Bu o deməkdir ki, ilk 24-lük üçün hələ ki 9 komanda mübarizə aparır. Burada əsas rəqiblərimiz təbii ki, Marseille, Leverkusen, Monaco, PSV bunlardır. Amma yenə də digər rəqiblər də bizim üçün önəmlidir. Yəni bu elə bir nəticədir ki, elə bir vəziyyətdir ki, hal-hazırda Qarabağın play-offa çıxmaması üçün bir futbol tarixində olmamış bir möcüzə baş verməlidir. Hansı ki, bütün rəqiblər qələbə qazanaraq Qarabağa keçməlidir. Qarabağda məğlub olaraq düşməlidir 25-ci, 26-cı pilləyə. Və bu da biraz absurd görünür. Amma ki, gəlin istəyirsiniz rəqibləri də biraz analiz eləyək, görək hansı risklər var, hansı risklər yoxdur. Tutaq ki, götürdük ki, Qarabağ Liverpoola məğlub oldu. Necə deyə 2-0, 3-0 tutaq ki, də indi Allah eləməsin Qarabağ Liverpoola məğlub oldu. Bu zaman Qarabağ 10 xalda qalır və Qarabağın qol fərqi olacaq mənfi tutaq ki 5. Baxırıq növbəti rəqiblərə. Gəlin ilk öncə baxaq, görək Marseille. Marseille və burada elə bir dənə məqama toxunum. Marseille məsəl üçün gedir Klub Brugge səfərinə. Marseille və Klub Brugge. Burada avtomatik artıq ki komandadan biri çıxır. Böyük ehtimal ki, mənim düşüncəmə görə Marseille burada qələbə qazanacaq. Amma ki, Klub Brugge-də çalışacaq ki, uduzmasın. Yəni, təsəvvür ki, bu oyun niçə olsa, düzdür, niçə olsa Marseille Qarabağın avtomatik üstünə çıxır. Çünki qol fərqində Marseille Qarabağdan daha yaxşı vəziyyətdədir. Marseilledə qol fərqi 0-dır, amma Qarabağda mənfidir. Bu cəhətdən əgər Klub Brugge qələbə qazansa, Klub Brugge-də qol fərqi avtomatik Qarabağdan yaxşı ola bilər və Qarabağın üstünə çıxa bilər. Yəni buradakı əslində rəqibin bir-biri ilə oynaması biz cəhətdən yaxşıdır və bizim üçün burada ən yaxşı vəziyyət bəlkə də heç-heç olar. Hər iki komanda heç-heç oynasa Qarabağ üçün bu daha yaxşı ola bilər. Yəni burada Qarabağ maksimum Liverpoola tutaq ki 3-0 falan məğlub olsa, maksimum burada bir pillə geriləyə bilər. Əgər Marseille Klub Brugge oyununda dediyimiz kimi hadisələr baş versə. Növbəti oyun Leverkusen Villarreal-ı qəbul edəcək öz evində. Villarreal artıq ümidini üzüb çempionatdan axırıncı yerdədir, axırdan ikinci yerdədir. Yəni
Leverkusen burada böyük ehtimal ki Leverkusen Villarreal'ı məğlub edəcək, qələbə qazanacaq və Leverkusenin olacaq 12 xalı. Burada avtomatik belə olacağı təqdirdə və Qarabağ məğlub olacağı təqdirdə Leverkusen 12 xalla daha da irəli pilləyə çıxacaq. Yəni Qarabağın 1 pillə, 2 pillə üstünə çıxacaq. Daha sonra baxırıq Monaco kimlə oynayır? Monaco öz evində Juventus qəbul eləyəcək. Və burada da Monaco'nun işi biraz çətindir. Real Madriddən 6 top buraxmış bir Monaco var və rəqibi Juventusdur. Hansı ki Juventus özü belə düzdür qarantiləyib, amma ki təbii ki Juventusda az da olsa Juventusun da 8-lik şansı var. Ona görə də Juventus bu oyunda çox çalışacaq ki qələbə qazansın, ən azından məğlub olmasın. Yəni burada artıq mənim fikrimcə Monaco hardasa 70%, 80% Monaco məncə burada xal itirəcək. Neçəyə olacaq, necə olacaq, onu artıq dəqiq bilmirəm və Monaco'nun qol fərqinə baxın uşaqlar, -6-dır. Yəni hal-hazırda Qarabağdan qol fərqi belə çox pis vəziyyətdədir. Yəni tutaq ki, neçə oldu? Monaco'nun 10 xalı oldu və Qarabağın da 10 xalı var. Qol fərqində hələ ki Qarabağ Monaco'dan yaxşı vəziyyətdə olduğu üçün avtomatik Qarabağ bir pillə üstü olacaq Monaco'dan. Sonra növbəti rəqib PSV-dir. PSV isə hara gedir? Bayernlə oynayır. Daha doğrusu öz evində Bavariyanı qəbul eləyir. Bavariya da ikinci pillədədir. İlk 8-liyi təmin eləyib. Bavariya PSV-nin hal-hazırda 8 xalı var və maksimum qələbə üçün oynayacaq. Amma Bavariyanın bu il göstərdiyi futbol ortadadır. Bəlkə də Bavariya bu oyunda qələbə üçün oynamayacaq. Bu normal haldır. Fikrimcə PSV-yə uduzmayacaq. Oyun mənim fikrimcə ən yaxşı halda heç-heçə bitəcək. Belə olacağı təqdirdə artıq PSV-nin cəmi 9 xalı olur və onun Qarabağı keçmək şansı yoxdur. Yalnız qələbə qazanacağı təqdirdə Bavariyanı məğlub etsə, o zaman PSV Qarabağı keçəcək və bu da mənim fikrimcə qeyri-real görünür. Yəni udmaq şansı, Bavariyanı udmaq şansı bir qədər azdır, amma yenə də bu futbolda bilmək olmaz. Ümid edək ki, Bavariya PSV-yə xallar verməz. Növbəti oyun komanda Bilbao, bizim rəqibimiz. Sportingi qəbul eləyəcək. Atletik Bilbao öz evində Sportingi qəbul eləyəcək. Hansı ki Sporting hətta 8-liyə düşmək şansı belə var. Yəni Sportingin özü ilk 8-lik üçün mübarizə aparır, Atletik Bilbao isə 24-lük üçün mübarizə aparır. Burada iki komanda üçün qələbə çox vacibdir. Ona görə asan təslim olmayacaq Sporting. Sportingin də hal-hazırki vəziyyəti yaxşıdır, stabillikləri var, yaxşı oyun göstərirlər. Bu baxımdan da düşünürəm ki, Sporting Atletik Bilbao'ya asan-asan təslim olmayacaq. Düşünürəm ki, ən yaxşı halda inşallah ki, bu oyunda heç-heçə bitsə, bu zaman Atletik Bilbao avtomatik 8 xalı var və 9 xala qalır və Qarabağı keçmir. Amma yalnız qələbə qazanarsa Atletik Bilbao Sportingi işdə birdən məğlub etsə, o zaman bəli, Atletik Bilbao keçir Qarabağı. Yəni uşaqlar, bunlar hamısı sadəcə ən pis variantlardır da, biz ən pis variantları fikirləşirik, ehtimallardır. Növbəti komanda Olympiakos da gedir hara? Ajax səfərinə. Hansı ki Ajax özünə gəlib və 2 oyunda qələbə qazanır. Qarabağı məğlub etdilər, Villarreal'ı məğlub etdilər. Bu dəfə isə oynayacaqlar Olympiakosla. Ajax öz adı üçün oynayır. Düzdür, Ajax'ın heç bir şansı qalmayıb artıq play-off üçün, amma öz adı üçün oynayır. Necə ki Qarabağı səfərdə məğlub etdilər öz adları üçün. Bu dəfə də Olympiakosla oynayacaqlar öz adları üçün. Ardıcıl 3 qazanılmış qələbə Ajax'a azarkeşləri qarşısında belə deyək də bir stimul olacaq və özlərini onlara bağışlada biləcəklər. Və düşünmürəm ki, Ajax Olympiakosa məğlub olsun öz evində. Mən belə düşünürəm. Ən yaxşı halda düşünürəm ki, oyun heç-heçə olar. Hətta mən Ajax'dan qələbə gözləyirəm. Çünki onlar hal-hazırda yaxşı çıxış əldə eləyiblər. Yəni burada da gördüyünüz kimi Olympiakos da çətin Ajax səfərinə gedir. Bir şey də var ki, Olympiakosun hal-hazırda qol fərqi -5-dir. Yəni Qarabağdan çoxdur. Ona görə də ümid eləyək ki, Olympiakos Ajax səfərində xal itirəcək. Növbəti rəqib Napolidir. Napoli isə öz evində Chelsea-ni qəbul edəcək. Chelsea riskli zonadadır. Necə riskli zonadadır? 8-lik uğrunda riskli zonadadır Chelsea. 13 xalı var. 8-likdə qalmaq üçün Chelsea qələbə qazanmalıdır, mütləq qələbə qazanmalıdır. Çünki aşağıda Barcelona və Manchester City var ki, onlar qələbə qazanıb Chelsea-ni keçə bilərlər. Bu baxımdan da Chelsea nəyin bahasına olursa olsun, Napoli səfərində qələbə qazanmağa çalışacaq. Bu da bizə sərf eləyir ki, Napoli bu oyunda qələbə qazanmasın. Bu baxımdan da belə deyək, tur olaraq bəxtimiz gətirib. Digər rəqib isə Kopenhagendir. Kopenhagen isə oynayacaq Barcelona ilə. Səfərdə Barcelona ilə oynayacaq Kopenhagen. Hansı ki, Barcelona'nın da 9-cu pillədədir. İlk 8-lik üçün mübarizə aparır. Ona görə nəyin bahasına olursa olsun Barcelona bu oyunda
qələbə qazanmalıdır deyə düşünürəm. Yəni uşaqlar, gördüyünüz kimi vəziyyət hal-hazırda belədir. Qarabağın rəqiblərində vəziyyət bu yerdədir. Gördüyünüz kimi hər hansı bir futbol möcüzəsi baş verməsə, Qarabağ ilk 24-lüyü 100% garantiləyəcək. Hər şey bomba kimidir, belə deyək. Qarabağ artıq play-offdadır. İnşallah ki, bir dənə sonuncu turda başa çatsın. Sağ-salamat 24-lüyə düşək və rəqibimizi gözləyək, görək rəqibimiz kimdir və ondan sonra artıq rəqiblərimiz haqqında danışaq. Bugünlük mənim uşaqlar danışacaqlarım bunlar idi. Ümid edirəm ki, hər şey aydın oldu, sizə aydın şəkildə izah edə bildim. Sonda deyirəm ki, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik görüşərik.